Rəhman və Rəhim olan Allahın adıyla. Məfahim dərsimiz 39-cu dərs sərbəst tapşırıq. Dərsimiz 6 ayədəndir və yeni sözlər qeyd olunub. Dəftərə qeyd edərsiniz inşallah. Hər ayənin altındakı olan hər bir sözün mənasını, amma onu qeyd edək ki, elə sözlər var ki, iki mənası var. Misal üçün, qaidinə sözü cihaddan qalanlar, əyləşənlər də deyə bilərik. Sonra cəaltum sözü təyin etdik deyə səhv yazılıb, etdik yox, təyin etdiniz ya da təyin etmək yerinə onu tutursunuz da demək olar burada məna olaraq. Təyin edirsiniz, tutursunuz. Siqayə, yəni su vermək kimi qalır, o düzdür. Hacılar əl-həcc deyə düz qalır. Sonra yuhərrimunə, haram bilirlər, o da düzdür. Saffə, yəni səhv kimi o düzdür. Olduğu kimi qalır, amma elə sözlər var ki, ümumiyyətlə onu qeyd etməyiblər, onu da diqqət edək. Misal üçün burada ikinci ayədə və imara, yəni imarət sözün yəni Azərbaycanca uyğun gəlir. Yəni təmir etmək kimi tərcümə olunmalıdır. Orada qeyd olunmayıb. Yaxud abadlaşdırmaq kimi də demək olar. 4-cü ayədə yəni bunyanun, bina kimi də gedir. Divar kimi də gedir. Mərsus sözü möhkəm də gedir. Polad sözü kimi gedir. Sonra ədullu sözü. Ədullu sözü iki cür tərcümə etmək olar. Burada qeyd olunub ki, hidayət edəm, amma yəni göstərim kimi də qeyd eləmək olar. Çünki tərcümələrdə göstərim kimi qeyd olunur. Sonra ümumiyyətlə burada 5-ci ayədə tunciyikum sözü var. Nicat versin sizə, yaxud xilas etsin sizi də kimi tərcümə etmək olar. Tunci o sözdəndir. Yuxarıda qeyd olunub tərcümə, nicat verir, xilas edir kimi də gedir. Digər sözlər isə yudxulunə, daha doğrusu yadxulunə, daxil olurlar sözüdür. Daxil olurlar, girirlər də kimi qeyd oluna bilər. Amma yəni elə adından bəlli daxalə sözüdür deyə, daxil olurlar desək daha düz çıxır. Əfvəcə, dəstə-dəstə kimi qeyd olunub, qrup da demək olar. Təvvəbun, tövbələri çox qəbul edən. Keçid alırıq ayələrimizə. Ayəmiz əvvəldən deyil, ortadandır. Bismillahirrahmanirrahim. Fəddalallahu, Allah üstün tuttu. Allah üstün tuttu. Əl-mücahidinə, mücahidin yəni cihad edənləri, bi əmvalihim, bi ilə, him onların, yəni öz malları ilə, və ənfusihim, və öz canları, aləl-qaidinə, aləl-qaidinə dedi ki, cihaddan qalanlar ya da əyləşənlər. Yəni əyləşənlərdən, cihaddan qalanlardan, dərəcə, yəni dərəcə olaraqdan deyə bilərik, ya da dərəcə etibarı ilə. Ümumi tərcümə etsək, Allah öz malları və öz canları ilə cihad edənləri cihaddan qalanlar, yaxud əyləşənlərdən dərəcə etibarı ilə üstün etdi, yaxud üstün tutdu. Ya da fəzilətli etdi, fəddalə, yəni məna olaraq belə də demək olar. İkinci ayəmiz
Tövbə surəsi 19-cu ayədir. Bayaq qeyd etməmişdik. 1-ci ayə Nisa surəsi 95. İkinci ayəmiz Tövbə surəsi 19-cu ayədir. Bismillahirrahmanirrahim. Ayəmiz əvvəldən axıra qədərdir. Əcəaltum. Burada sual ədatıdır. Sual ədatıdır və mi kimi də gedir. Əcəaltum. Tutursunuz mu? Siz tutursunuz mu? Siz təyin edirsinizmi? Siqayə. Siqayə yəni su vermək. Əl-həc. Əl-həc yəni hacılara su verməyi tutursunuz mu? Belə gedək, bura qədər tərcümə etsək. Və imara. Və imarətəl məscidi. Və Məscid-i Haram. Və imarətəl Məscid-i Haram. Yəni və məscid, yəni hacılara su verməyi və Məscid-i Haramı və Məscid-i Haramı təmir etməyi, və imarət dedi, təmir etməyi, abadlaşdırmağı tutursunuzmu? Belə deyək tərcümədə. Yəni davamında kəmən, eyni, yəni bir də demək olar, kimi, mən o kəsi ki, o kəsləri ki, əmənə iman gətiriblər, billahi Allaha, vəl yevmil əxiri, axirət gününə, və cəhədə və cihad etdi fi səbililləh, Allah yolunda. Bura qədər tərcümə etsək, hacılara su verməyi və Məscid-ül Haramı və Məscid-ül Haramı təmir etməyi yaxud abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən kəs və Allah yolunda cihad edən kəs ilə bir tutursunuzmu? Burada kəni bir kimi gedir, yəni eyni kimi gedir. Eyni tutursunuzmu? Bir tutursunuzmu? Davamında la yestevune. La yestevune, yəni burada yestevun səvaun sözündəndir. Səvaun eynidir, birdir deməkdir. Amma la yestevune yəni cəm formadandır. Xeyir kimi gedir. Eyni olmazlar. Yestevune eyni olmazlar kimi gedir. La yestevune eyni olmazlar. Yəni bir deyirlər. İndəllahə yəni ində qatında, yanında, Allahda Allah. Onlar Allah qatında, Allah yanında eyni olmazlar. Vallahu və Allah la yehdil qavmə zalimin. Yəni zalim qövmü hidayət etməz və Allah zalim qövmü doğru yola yönəltməz də deyə bilərik. Əvvəldən axıra qədər bir də tərcümə edək ayəni. Hacılara su verməyi və Məscid-ül Haramı təmir etməyi, abadlaşdırmağı, Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən kəs ilə bir tutursunuzmu? Onlar Allah qatında eyni olmazlar və Allah zalim qövmü doğru yola yönəltməz. Üçüncü ayəmiz Tövbə surəsi 29-cu ayədir. Ayəmiz sona qədər deyil. Bismillahirrahmanirrahim. Qatilullezine. Qatilullezine yəni vuruşun o kəslərlə ki la yu'minune. La yu'minune yəni iman gətirmirlər yaxud iman gətirməzlər billahi Allaha, bir burada a kimi olur. Və la bil yevmil əxiri və axirət gününə də. Yəni burada la inkarı bildirir, təkrar. Və la yenə inkarı bildirir. Yuharrimune yəni haram bilməzlər. Mə o şeyi ki hərramallahu yəni Allah haram etdi. Və rasuluhu və onun peyğəmbərin. Yəni onun peyğəmbərinin və Allahın haram etdiyi bir şeyi
haram etmədilər. Ümumi tərcümədə yaxud da haram bilməzlər. Ümumi tərcümə belədir. Üzr istəyirəm. O kəslərlə vuruşun ki, Allaha və axirət gününə iman gətirməzlər ya da gətirmirlər. Allah və onun peyğəmbərinin haram etdiyini yaxud haram bildiyini haram bilməzlər. Yəni, belə də demək olar ki, Allahın və onun peyğəmbərinin haram bildiyini haram bilməyənlərlə, yəni o kəslərlə ki, haram edirlər, haram bilmirlər, onlarla Allaha və axirət günə iman gətirməyənlərlə vuruşun. Belə də demək olar. Amma birinci variant daha gözəl idi. O kəslərlə vuruşun ki, Allaha və axirət günə iman gətirmirlər, Allah və onun peyğəmbərini haram etdiklərini haram bilmirlər. Belə də demək olar. 4-cü ayəmiz Səf surəsi 4-cü ayədir. Ayə əvvəldən sona qədərdir. Bismillahirrahmanirrahim. İnnəllâhe yuhibbul. Demək, həqiqətən Allah sevir. Əlləzîne, o kəsləri ki, yuqatilûne. Yuqatilûne, yəni döyüşürlər. Döyüşürlər fi səbilihi. Yəni onun yolunda. Yəni öz yolunda da demək olar. Hi burada səbilihi. Onun yolunda. Saffən, yəni səf. Elə dilə gedir. Kəənnəhum. Necə ki, ənə ki deməkdir. Kə, yəni kimi. Hum da onlar. Bunyanun. Yəni bina, divar. Mərsus. Yəni möhkəm yaxud polad. Yəni burada səf sözü, səf çəkmək də demək olar. Həqiqətən Allah o kəsləri sevir ki, onun yolunda möhkəm bina kimi, yaxud poladdan divar kimi səf çəkib döyüşürlər. 5-ci ayəmiz hansı ayədir? Demək, Səf surəsi 10 və 11-ci ayələrdir. Əvvəli də burada qeyd olunub. Bismillahirrahmanirrahim. Yə əyyuhəl-ləzīnə əmənu. Ey iman gətirən kəslər. Əmənu, yəni iman gətirin. Əmənu, iman gətirin. Həl mı sual ədatıdır. Üzr istəyirəm, əminu olsaydı iman gətirindi, üzr istəyirəm, fikrim yayındı. Demək, orada ya əyyuhəl-ləzīnə əmənu sözüdür, orada əlavə təkrar əmənu yoxdur. Ey iman gətirən kəslər. Əuzubillahimineşşeytanirracim. Bir daha üzürlü bilin. Ya əyyuhəl-ləzīnə əmənu. Ey iman gətirən kəslər. Həl, mı ədatıdır, sual ədatıdır. Ədullukum. Ədullukum. Burada qeyd olunub ki, hidayət edəm, amma göstərim kimi qeyd olunur. Ey iman gətirən kəslər, göstərimmi kum sizə, alə üzərinə, ticərə, yəni ticarəti, yəni elə bir ticarəti, tuncikum, tunci dedik, nicat versin, kum sizə, nicat versin sizə, xilas etsin sizi, min dandən şəkilçisidir. Min dandən, əzəbil əzim. Əzəbin əlim, yəni şiddətli əzab. Yəni şiddətli əzabdan sizi xilas etsin. Bura qədər tərcümə etsək əgər, 10-cu ayədir. Ey iman gətirən kəslər, sizə elə bir ticarəti göstərimmi ki, sizi şiddətli əzabdan xilas etsin. Yaxud nicat versin. 11-ci ayə isə tu'minunə billahi. Tu'minunə billahi. 11-ci ayəmiz tu'minunə demək iman
gətirəsiniz. Əslində o biri ayədə də bir qeyd eləmişdik. Tərcümədə diqqət etmişik ki, tərcümədə əslində əmr kimi gedir. Yəni iman gətirin, amma gətirəsiniz kimi də qeyd edə bilərik. Yəni iman gətirəsiniz billahi Allaha B-A-E kimi gedir. Və rasulihi yəni onun peyğəmbərinə və tucahidunə yəni cihad edəsiniz, yaxud da cihad edin kimi də gedir tərcümədə. Digər Dürdane Cəfərlinin tərcüməsində belə qeyd olunub ki, cihad edin, iman gətirin. Amma söz tərcüməyə baxsaq, iman gətirəsiniz, cihad edəsiniz kimi tərcümə olunur. Fi səbilillah, Allah yolunda, bi əmvəlikum, sizin öz mallarınızla, və enfusikum, sizin öz canınızla. Bura qədər tərcümə etsək əgər, Allaha və onun peyğəmbərinə iman gətirəsiniz, Allah yolunda öz mallarınızla və öz canınızla cihad edəsiniz. Belə də demək olar. Və yaxud Allaha və onun peyğəmbərinə iman gətirin, Allah yolunda öz mallarınızla və öz canınızla cihad edin. Belə də demək olar. Ardıca zəlikum, yəni bu, xayrun, daha xeyirlidir, ləkum, sizin üçün, in, əgər, kuntum, oldunuz idiniz, tə'ləmun, yəni bilsə idiniz. Yəni əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir. Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir. İki ayəni birdən təkrar edək. 10-cu və 11-ci ayələri Səf surəsinin. Ey iman gətirən kəslər, sizə elə bir ticarəti göstərimmi? Sizi şiddətli əzabdan xilas etsin, nicat versin. Allaha və onun peyğəmbərinə iman gətirin. Allah yolunda öz mallarınızla və öz canınızla cihad edin. Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir. Və sonuncu 6-cı ayə, daha doğrusu 6-cı surə deyək. Çünki burada Nəsr surəsi 1-ci və 3-cü ayə qədərdir. Bismillahirrahmanirrahim. Demək, Bismillahirrahmanirrahim. İzə, bir zaman, o zaman ki, gəldi, Nəsrullahi, Allahın, demək, Allahın köməyi. Vəl-fəth, və zəfər. Və zəfər, belə deyək, Allahın köməyi və zəfər gəldiyi zaman. İkinci ayəmiz, və rəaytə, və rəayə, yəni burada görmədən söhbət gedir və gördüyün ənnəsə insanlar və insanları gördüyündə, yəni insanları gördüyündə yədxulunə, daxil olduqlarını, onların daxil olduqlarını fi dinilləhi, Allahın dininə əfvəcə, dəstə-dəstə, yəni və insanları dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyündə. 3-cü ayə, fəsəbbih, elə isə təsbih et, bihəmdi, həmd ilə, sitayiş ilə, Rabbikə, öz Rəbbini, vəstəğfirhu, yəni və istiğfar et ona, yaxud da bağışlanma dilə ondan. İnnəhu, həqiqətən, o, kənə, oldu idi, təvvəbə, tövbələri çox qəbul edən. Yəni, dırdir də demək olar, kənə sözünü. Yəni, öz Rəbbini, elə isə öz Rəbbini həmd ilə təsbih et və ondan bağışlanma dilə. Həqiqətən, o, tövbələri çox qəbul edəndir. Əvvəldən axıra qədər tərcümə etsək, Allahın köməyi və zəfər gəldiyi zaman və insanları dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyündə, elə isə öz Rəbbini həmd ilə təsbih et və ondan bağışlanma dilə. Həqiqətən o, tövbələri çox qəbul edəndir. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.